Bir gənc olaraq bugünkü imkanlar, reallıq nədən ibarətdir? Gənclər özünü reallaşdırmaq, potensialını reallaşdırmaq üçün hansı çətinliklərlə üz-üzədirlər? Aşağı Ziyafət bəylə həm razılaşıram, həm də razılaşmıram. Razılaşmama səbəbim nədən ibarətdir? Qeyd etdi ki, tələbə illərində məsələn əylənmək üçün maddi vəsait ayırmaq lazımdır. Mən heç bir konsertə tələbə illərində pulla getməmişəm. Tələbələr üçün nəzərdə tutulmuş könüllü proqramları var. Bunlardan biri də tələbə gənc könüllü təşkilatıdır. Mən ora üzv idim, orada könüllü fəaliyyət eləyirdim və mən həmin o illərdə istənilən, istəyir xaricdən gəlmiş konsertlər olsun, istəyir Azərbaycanda olan müğənnilərin konsertləri olsun, pulsuz iştirak edirdim. Bu ölkə üzrə könüllülük proqramıdır, yoxsa universitetin könüllülük proqramı? Gənc könüllü, ümumiyyətlə ölkə üzrə bir könüllülük proqramıdır. Çünki universitet daxilində də proqramlar var, buna görə dəyişdirir. Universitet daxilində də mən Bakı Dövlət Könüllüsü olmuşam, ilk olaraq elə oradan başlamışam. Hətta müəssisələrin daxilində də belə könüllülər var. Bəli, mən özüm orada könüllü olanda bütün konsertlərə demək olar ki, pulsuz gedirdim. Tək işim orada konsert başlayana qədər gələn qonaqları qarşılamaq, onların biletlərini yoxlamaq. Çox sadə proseslər idi və bu proseslər özü də çox əyləncəli bir şəkildə keçirdi. Çünki yaşlarımızla bir yerdə işləyirdik, kollektiv çox gözəl olurdu, mehriban olurdu. Seçilən şəxslər də belə deyək də öz potensialını ortaya qoya bilmiş gənclər idi. Ümumiyyətlə Ziyafət bəyin dediyi problemlərin bir çıxış yolu var. Bacarıq və ya savad hər şeyi həll eləmir. İnsanın özünü satma bacarığı olmalıdır, sözün yaxşı mənasında. Əgər siz yalnızca potensialınızın olduğunu bilirsinizsə, bu sizə kifayət eləməyəcək Ziyafət bəy. Həm də siz bu potensialınızı göstərmə bacarığına sahib olmalısınız. Sözün yaxşı mənasında bayaq da qeyd etdiyim kimi, özünüzü satma bacarığınız olmalıdır. Konsertlərə pulsuz getmişəm. Buz arenasında neçə dəfələrlə mən pulsuz orada buzda sürünmüşəm. Bunu ödənişli şəkildə elədiyim vaxtlar da olub, amma könüllü olduğum müddətdə yaşlarına əylənmək üçün də mən bunu eləmişəm və pulsuz şəkildə bu bizim üçün təmin olunub. Sonra mən Bakı City Circuit tərəfindən keçirilən formula yarışlarının könüllüsü olmuşam. Formula yarışlarına neçə nəfər nə qədər məbləğ ödəyib gəlir biletləri alırdı. Mən o yarışlara pulsuz baxırdım. Yarışın keçirdiyi konsertə, son gündə olan böyük konsertə pulsuz giriş əldə edirdim. Yəni, əylənmək üçün yol var. Təhsil almaq üçün də, əylənmək üçün də şərait var. Bu üstünlüklərdir, bəs razılaşdığınız məqamlar nədən ibarətdir? Razılaşdığım məqamlar odur ki, məsələn, müəyyən qədər çətinliklər həqiqətən var. Çətinlik nədən ibarətdir? Mən özüm bölgə gənciyəm, Kürdəmir rayonunda anadan olmuşam və təhsilimi orada almışam. Mənim elə çətinliyim... Tələbə kimi gəlmişsiniz? Bəli, tələbə kimi Bakıya gəlmişəm. Sonra universitet bitirmişəm, hal-hazırda magistr təhsil alıram, bununla yanaşı işləyirəm. Mən Bakıya gələndə özümü çox geridə hiss eləməyə başlamışdım. Niyə? Çünki yaşlarım, mən birinci kursda olanda gördüm ki, onlar artıq 9-cu sinifdən başlayıblar ki, bəzi könüllü proqramlarında iştirak eləsinlər, təcrübə proqramlarına qoşulurlar. Mən özümü çox geridə hiss elədim ki, mən çox arxada qalmışam. Sonra gördüm ki, yox əslində bu imkanlardan faydalanmaq üçün gec deyil. Və Şahin mənim də bayaq qeyd elədiyi kimi təcrübə proqramlarına müraciət elədiyim, könüllü proqramlarına müraciət elədim. Onda gəlin sizin məktəbli dövrünüzə dönək və siz mühiti orada daha dərindən görmüsünüz, bizə izah eləyə bilərsiniz. Oradakı gəncin bu imkanları yoxdur demək ki. Bəli, yəni mən maksimumdan istifadə eləməyə çalışırdım. Maksimum nə idi? Ailəmin dəstəyi sayəsində mən musiqi məktəbinə gedirdim, piano təhsil alırdım. Sonra şahmatla məşğul idim, məktəbə gedirdim, hazırlıqlar falan. Yəni, elə bilirdim ki, maksimum budur. Amma maksimum bu deyilmiş. Yəni, gələndən sonra gördüyüm bu oldu və maksimumdan həmişə istifadə etməyə çalışan biri olaraq özümü geridə hiss eləməyə başlamışdım. Amma gördüm ki, heç nə üçün gec deyil, addım atmaq lazımdır sadəcə olaraq. Yəni, bölgə ilə şəhər arasında böyük fərq hiss olunur. Çox fərq var idi, bəli.